Müntəzir insan qədər uğurlu insan yox. Müntəzir insan qədər ağıllı, müntəzir insan qədər düzgün hədəf seçən, müntəzir insan qədər məntiqli insan yoxdur. O elə bir şeydən yapışıb. Əlbəttə başqa insanlar kimi onun həyatı davam eləyir. Ailəsi var, işi var, hər şey öz yerindədir, amma həyatın elə bir hədəfindən yapışıb ki, o hədəf onu həm ilahi övliyaya, həm Allaha çatdırır. Və bu isə onun üçün çox böyük uğurdur. Müntəzir gedib İmam Hüseynin yanında Kərbəla şəhidlərini ziyarət eləyibsə, orada diqqətlidir. Orada baxır ki, bu insanlar öz imamlarına fəda oldular deyə bu məqama çatdılar. Dünyanın bütün insanları gəlir onu ziyarətə. Müntəzir başa düşür ki, ilahi övliyanın yanında olmaq lazımdır. İlahi övliyanı sevmək və özünü ona fəda etmək lazımdır. Müntəzir o ziyarətnaməni oxuyanda görür ki, orada yazılıb ki, kaş biz də səndən olaydı və bu feyzə çataydı. Müntəzir onların hansı feyzdə olduğunu təsəvvür eləyir və təbii ki, o da o feyzə çatmaq istəyir. Əgər o feyzə çatmaq istəyirsə, gərək yaşamı başqa olsun, həyatı başqa olsun.